Dünyanın maqnit sahəsi ilə Günəşdən gələn yüklü hissəciklərin toqquşması nəticəsində yaranan təbii işıq hadisəsidir. Bu mənzərəni Norveçin böyük bir hissəsindən izləmək mümkündür. Norveç rəsmi olaraq monarxiyadır. Amma kral ailəsinin rolu sadəcə simvolikdir. Hakimiyyət tamamilə parlamentdədir. Yəni yaxın şərq ölkələrindəki kimi. Kralların sınırsız səlahiyyətləri yoxdur. Kralın dövlət idarəsində birbaşa rolu yoxdur. Daha çox tarixi və simvolik dəyər daşıyır və qanun qarşısında hər kəslə bərabərdir. Əhalinin %70-i protestant olsa da, insanların çox özlərini ateist kimi tanıdır. Həmçinin ölkədə əhəmiyyətli sayda müsəlman miqrantlar yaşayır. Əksəriyyəti ərəb ölkələrindən gələn bu miqrantlar digər Avropa ölkələrinə nisbətən daha çox hüquqa malikdir.